Və biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik. Ancaq Ermənistan ordusunu məhv etmək üçün gücümüzü səfərbər etmişdik. Onlar isə əlyalın insanlara qarşı, qadın, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. İndi məhkəmə qarşısında cavab verirlər. Vaxtilə bizi hədələyənlər ki, biz Bakıya gəlib tanklarla Bakıda çay içəcəyik. İndi mən demişəm, tanklar da Bakıdadır, qənimətlər farkında. Çay da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Ədalət budur, ədalətin təntənəsi budur.